Dostlar, hamıya salam. Sizinlə Nanula Sömərdir. Deməli, bu günləri bizdə nədir? Bizdə qoyun ətindən dayımgil qoyun kəsmişdilər, bilirsiniz. Bu qurbanlıq ətindən belə bir şorba, çox yağlı, çox gözəl bir dənə şorba mama hazırladı. Mən istədim ki, bu dəfə şorba da qoyum. Burada turşulardır, həm xiyardır, həm ümumiyyətlə qarışıqdır. Kələmdir, falandır, filandır. Burada göyərtidir, acılı biber, yemiş və anamın çox gözəl bir dənə şubası. Görün nə gözəldir. Wow. İstəyirdim sizin üçün şuba salatı da çəkim. Deyəsən əvvəllər ilk dəfə, yəni burada yeməyə başlayanda, yəni çəkmişdim şubanı və daha çəkməmişdim. Şorba da yeyək, qəşəng dadlı-dadlı. Çox insanlar soruşur, niyə iminə taxta? Çünki görürsünüz, dəyəndə belə bəlkə səs çıxmır, amma dəmir olanda belə çox belə dang adamın başına düşür, sizi narahat eləməsin deyə. Burada da ayranımızdır. Başqa stəkana qoymaq istirdim. Yerləşmə də açıq, ona görə bu stəkanda da. Bildiyimə görə bəzi məkanlarda elə belə stəkanlarda da verirlər. Əhvalınız, ruhunuz necədir? Sizi bir müddətli mukbangsız qoydum vloqdan sonra. Vloqu gördüm ki, çox insanlar bəyəndi. Mənə dəhşət, çox xoş idi. Həqiqətən, burada ən çox sümüyü idim, amma sonra sümüklərdən çıxarılmışdı əti. Ət yumuşaq, çox gözəl ətdir. Nə qədər like gəldi, nə qədər gözəl rəylər gəldi. Dayımın evindən falan hamı bəyəndi vlogu, ailəsini falan. Dayım oğlunu. Mən şadam çox. Bir dənə qız yazdı ki, "Üstü mən takipdən çıxıram. Mən səni ağır təbiətli bilirdim, amma sən..." Orada mən biraz belə oynadım, elədim. Mən ailəmin içindəyəm. Əgər sizdə ailədə belə zarafatlar olmursa, o sizin ailədir. Mənim ailəmə zəhmət olmasa, belə düşünənlər girməsin. Mən heç vaxt deməmişdim ki, mənim səhvəmdə heç vaxt görə bilməz deyə. Mən deməmişdim ki, mən müsəlmanizirovanı ailədənəm, bizdə zarafat yoxdur, ciddiyyətdir. Mənim dayım çox zarafatçıldır. Dayım oğlu, yəni yerində də əlbəttə, ailə içində. Sizdə elə deyirsə, çox pis oluram ki, sizdə elə deyil. Ona görə takipdən çıxmaq istəyirsiniz, çıxın. Mən mukbanglarda, vloglarımda ayrıca o qədər zarafatlar eləmişdim ki. Ona görə çox insanlar onsuz da ki, bilirlər ki, mən belə insanım. Siz yəqin ki, başqa vloglarıma baxmışsınız, şubamıza. Mamanın şubasından qoqqu. Ayrıca mənim üçün kadrda burada da bura elədi. Ona görə mən zarafatçılam. Zarafatlarımı hələ çox görəcəksiniz. Dayımı göstərə bilmədim sizə. Nəsə qonaqlarla məşğul idi ora-bura. Onu da çəkib göstərərdim. Çox zarafatçıl insanda. Məndə baba ilə də elə idi. Atamla da elə idi. Biz ümumiyyətlə belə ailəyik. Hayda, dang-dunga başladılar. Elə də dedim, mən çıxıram. Zato mənim insanlarım məndən qalır. Bu da mənə bəsdir. Bu qədər. Və
Bir qız rəy yazdı. Salam Nərgiz, necəsiz? Yaxşıyam, siz necəsiz? Sizdən bir məsləhət almaq istəyirdim. Mənim kilo problemim 13 yaşım, 54 kiloyum, boyum 1.49 falan, necə arıqlıyım. Çox xahiş edirəm, mukbangda cavab verin, adımı deməsəz sevinərəm. Sizi çox sevirəm. Mən də sizi ürəyim. Nə olar mənə məsləhət verin. İndi balacam deyə cavab verməyəcəksiniz. Bu arada nuş olsun, siz bu suala cavab versəniz, mən çox xoşbəxt edərdiniz. Niyə cavab verməməyimi gözləyirdim? Adımı deməyimi qoymadım. Bu pi'di, pi. Müthiş. Boyu 1.49'du, çəkisi 54. Bu turşular alınmadı da çox şeyli diye. Kusustudur, dəhşətli, adamın boğazına vurur. Nə deyirdim? Sənin boyun 1.49'da 54 kilosan. Mən 80 kiloydum vəbşə. Sənin yaşında. Sən məncə indi öz sağlamlığı var. Bax, heç bir diyetlərə oturma. Cinsimi deyə bilərəm də, yəni qız uşağısan. Heç bir diyet falan 13 yaşında heç düşünmə də. Sən bilirsən hələ nə qədər diyetdə oturmağa vaxtın olacaq. Hələ 13 yaşın var. Bəziləri ilə ömrünün axırına qədər diyetdə oturur. Uşaqlıqdakı, məsəl üçün uşaqlıqda yemək yeyirsən, dondurma belə sənin üçün başqa gəlir. Böyüyəndə başa düşəcəksən nə demək istəyirəm. İndi məsəl üçün mən dondurma yeyirəm. Uşaqlıqda o mənə o qədər dadlı, o qədər, yəni mən dadı o qədər hiss edirdim. İndi o qədər hiss eləmirəm. Ona görə doyunca ye. Kim nə deyirsə köksən falan. Deyirəm, əcəb eləyirəm. Sonra bir 17-18 yaşın olanda diyetə otur. Prosta həddi və aşmada. Məsəl üçün yemək istəmirsənsə, yalandan oturub ürəyin sıxılır deyə, filmə baxırsan deyə yemək yemə. Normal səhər yeməyi verirlər, zavtrakı verirlər, axşam yeməyi verirlər. Məsəl üçün yeyirdinsə bir boşqab, boşqabın biraz az, yəni məsəl üçün bir boşqabın bir damcı ondan azını ye. Məsəl üçün bu boyda boşqabın bu hissəsini kəs, biraz porsiyalı azalda bilərsən. Yəni vitamin indi lazımdır. Saçların tökülməsin, dırnaqların yaxşı olsun, sağlamlığın gözəl olsun. Sən indi hələ formalaşırsan. Ola bilsin ki, hansı şişkinliklər var 16-17 yaşında səndə gedəcək. Başıma taxmam. Ona görə oturum diyetə, kimsə nəsə orada heç eləmə. Sənin sağlamlığı bu sənin valideynlərindən və səndən çox düşünən olmaz. Əgər maman sənə diyetə məcbur eləmirsə, həkim demirsə ki, məsələn, sən də böyük çəkidir, sən də böyük çəki deyirsən, 49-dan bəlkə haradasa 5 kilo falan ata bilərsən, amma mənim kimi 30 kilo səndə yox idi. Daha çox. Məndə 30 kilodan çox çəki var idi, hansın ki mən atmalıydım. Prosta çalış ki çəkinin üstünə çəki yığmayasan. İdmanla məşğul ol, çox gəz, gül. Məsəl üçün şirniyyat çox yemə, yəni o sağlamlıq yox, meyvə ye. Amma belə su içeyim ancaq.
heç nə yeməyim, sən metabolizmi çox aşağı salacaqsan. Mən sonra bir dənə yemiş yeyəndən sonra yemişdən belə şişəcəksən. Elə şey eləmə. Çünki orqanizm buna çox öyrəşəcək. Özünü uşaqlıqdan belə zibilə salma. Sən hələ uşaqsan, çalış uşaqlığı yaşa. Hələ böyük həyata hələ olacaq, gör nə qədər. 18 yaşından sonra, bu 5 illiyi də gözəl yaşa, diyetsiz, özünə əzab vermədən. İnan ki, təşəkkürümü bildirəcəksən mənə. Həqiqətən, indidən lazım deyil. Sonradan sənin psixoloji problemin ola bilər. Hər dəfə daha az çəki istəyəcəksən, çünki uşaqsan. Hələ ki, ehtiyac yoxdur. Yeganə də deyə bilərsən ki, mamaya deyə bilərsən ki, səni idmana yazdırsın. Rəqsə, gimnastika ucu gecdir, rəqsə gedə bilərsən. Tenisə gedə bilərsən. Məncə ən optimal rəqsdir. Çox yerlərdə rəqs yerləri var. O qədər də baha deyil. Sadəcə tərpənmək üçün, hərəkət üçün. Hadi çox tatlı deyəm. Yemiş. Oy. Düşməsən. Oy, mən uşa doydum açığa. Ay, gəlin biraz da şobanı. Bak, deyirəm mən. Çox yedim. İnanıram ki, mən sənə kömək elədim və məni dinləyərsən. Çünki mən bunların hamısına keçmişəm. Və əgər 2 il bunu biraz ertələsən, heç nə dəyişməyəcək. Ona görə həm də mən sənə dediyim kimi 16-17 yaşında sənin orqanizmin dəyişəcək onsuz da ki, öz-özünə görəcəksən ki, bu lazım olmayan kilolar gedəcək. Yəni, narahat olun. Uşaqlar, bu qədər. İnanıram ki, siz mukbangı bəyəndiniz. Burada prosto götürülmür normal. Görürsünüz, az götürülür. Bunun yenə qədər dəli olacaq. Belə də yemək istəmirəm. Şubanın yarısından biraz azını yedim. Yemiş demək olar, yiyildi. İnanıram ki, ayran da içdim. Siz sevirsiniz ki, mən axırancan yiyeyim. Ona görə deyirəm. Turşular mümkün deyil axırancan yeməyə. Ona görə belə. Uşaqlar, inanıram ki, siz bu mukbangı bəyəndiniz. Siz like eləyəcəksiniz, rəy yazacaqsınız. Əgər köhnə videoma baxmamısınız, zəhmət olmasa bura basıb köhnə videoma baxa bilərsiniz. Burada da loqom olacaq, ora basıb takip ata bilərsiniz. Sabahədək və o biri günədək əzizlərim.